Salamlar, videoma ve kanalıma hoş gelmişsiniz. Bugünler seslendirmeyeceğim bazı yerlerde. Mikrobiyoloji dersiydi ve gördüğünüz gibi dersteyim. Bugün serbest şöreseydim. Uşaqlar da burada görüşürler. İcazeler olmalı çekmiştim. Neyse ara yerlerde seslendiririm. Hele ki bak. Salam uşaqlar, videoma hoş geldiniz. Bugün size bomba kimi bir vlog gelir. Deməli, bugün biz Nuray'dan gidəcəyik. Nuray şu an kameramandır. Gidəcəyik, özümüzə rəsm malzemeleri alacağıq. Sonra gidəcəyik, vision board hazırlayacağıq. Heç nə, hələ 2 dərsəyim var. Şu an mən spiyer edəcəm. Çünki niyə? Çünki imtahanımız az var. Gözlə. Ben getirmiştim. Orada yapma. Yani İstanbul'a çekiyorlar artık. Sen son oldu. 70 kilo. Hayır aldım. Şekilleri. Onu da şöyle İşte bunu nəzərdə tuturdum. Məsələn, məni deyə hər kəs çəkdi, mən çəkmədi və divarı belə çəkdi, pəncərəni belə çəkdi. Nəysə, davam edək. Sen şalvarı yapıyorum. Ona gelelim. Burada kameramanımızın film beceriklerini gördük. Ben de sıfır. Sıfır olmuyor. Yüzsüz yapıyoruz. Ha. Yeşil çok tez sen yavaşla biraz. Burası yer doldu. Herkes kendi halinde. Bunlar da kol əzəllərini göstərdilər. Tamam, okey. Nuray, ne demək istəyirsən vlogumdakılara? Tamam. İzlenmeyiz. Zaten bugün onu çok görəsiniz. İzlenmeyiz. Ne? Hadi yer gitti. Herkes çalışıyor arkadaşlar. Ben eledim, bitirdim. 8. Neydi? Ne olsun? Kitaba giyme olmaz. Olmaz. Gerek yok. Özgür hür irademizle giyinirik. Ocağını neye göre? Dersen giyinme. Benim adımda. Yapıyoruz. Ne dedik? Burada herkes bir şeyler ederken ben onları çekiyordum. Vlog'dan sonra de. Vlog'a ben koyacağım. Nasıl başlıyor? Ballı turtam yapıyor. Ne iş yapar? Nuray demişti ki burada benim sesimi Başladı. kesersen ama ben kesmedim. Çünkü onun güzel sesini siz de işitmezsiniz diye düşündüm. Yine Nuray, yine yaptın. izleyirsen ki izleyirsendir. Bizim güzel saçlarımız. Kesmediğim için inşallah beni. Gayet bir şey değil. Direkt sözlerimi de. Biz şiddet edemeyiz ama neyse de onun. Keretine. Şeydi, smile, sevinirdi. Bu da yaxşı deyilmi? Qorxuram, bugün bəy alırım. Doyurayım mən. Ve buradan anlayalım ki ben ne stars olmaz. Ağzını seyirə Az çəkində kalsın eminəm. o zaten iyi yazırdım Coşkun'a. Ama kaybettim. Coşkun haberim yokmuş gibi çekmeye setler verdi kurduğum oraya. Bu dışlı kat. Sen ye yaz. Dışına verdim. Mən də sən ye yaz. Ama elə yazın, bir qaybeləmək olar. 50 bile var. 2, 3, 4, 5. Stars oldu sizləri. Əgər Amerikada Bundan gitsəniz. çəkmeyin. Deyəm sən fərqlər. O telefonu belə saxla, gəlin ikincisindən çəksin, başa düşdün.
Yarısını saxla. Güləməsən də nəsə çox iştahla getmir. Çəkir. Hə. Uşaqlar Fidan indi. Fidan indi CPR eləyəcək. İnşallah yaxşı eləyər. Hər kəsdən biraz çəkmişəm, Fidandan çəkməmişəm. Fidanı da CPR-da çəkdim. Qətiyyən yardım istəmir. Bebek geldi, bebek geldi. Ya yeməyə vurdum ya. Yəni qarığa basardı da uşaqlar bu dəqiqə bura. Deməli uşaqlar, bugünkü qonağımız Yusifdir. Yusifə alqışlarınız var. Bunu qoyarsan. Hə, gəl. Biraz arxalıq gəl. Biraz arxalıq gəl. Arxalıq tərcəmi. Hə, deməli uşaqlar, bu bizim Aybey, əziz qrup yoldaşımız Yusifdir. Yusif özün haqqında məlumat verir. Nuray, gəl. Nuray, videoma çək. Uşaqlar, baxırsınız bilirəm, gördüm ki, qəşəngsiz ona görə qoydum. Qınamayın məni. Gözlər, bu insan ancaq məni zorbalayır. Bir dəqiqə. Məhəmməd Rızan varsa bunu vloguma qoyun. Vlogda qoysun. Artıq çox Bu pozada koymadım, bu pozada koymadım. Başka bir Məhəmməd Rızan varsa səni vloguma. Bu pozada. Uşaqlar, gedirik. Hə, gedirik. Nəsə, danışaq. Hə, bildim. Gedirik şu an, bitti dərsimiz. Gedirik. Deyəcəm ara gedir, hələ demirəm. Deməli, indiki Cookie'yə Nuray baxmadı, mən gedib videosunu çəkdim, onu da gətirib qoydum vloga. Deməli uşaqlar, mənə ajanda aldı. Gedirik. İndi kafemizə doğru. Mekana çatdıq arkadaşlar. Bu da biz. Çatdıq uşaqlar. Şimdi sifariş verəcək. Deməli uşaqlar çatdıq kafemizə. Birazdan başlayacağıq. Sifariş verdik və başlayacağıq şeyləməyə. Advent kalendarımızı hazırlamaq. Bütün estetik fotoları o çəkir və mən etiketləyirəm. Deməli uşaqlar, burada bizim vision boardlarımız var. Şu gördüyünüz hissədə. Bir də çəksəm. Tamam deyim. Burada vision boardlarımızın şəkilləri var. Mesela bunların renkler. Bu da benim ajanda diyeceğim defter. Sonra kalemlerimiz var. Deməli uşaqlar, mən qaysı getirməyi unutduğum üçün Nuray göstərirəm və Nuray şu an yapıyor. Uşaqlar şart xəbər tapdım. Dağıtma Nuray. Rezillik olur. Özüme güvenmek. Portakal çok bir şey değil. Hə, deməli burada da nə edirəm? Kəsdiklərimi artıq yapışdırmağa keçirəm. Əvvəl taslaq hazırlayıram ki, hansını hara qoysam daha yaxşı görsənər. Sonra yapışdıracağam və Deməli uşaqlar, əslində mənim pulu məncə ən belə olduğu üçün hətta Yusuf məsələn mən demişdi. Nuray bana para verdi. Şəkillər oldu, bəzən də yapışdırmadım hətta. Amma belə tutsam Nuray ürək. Yox, artıq oldu. Amma sonunda qəşəng olur, əsas ona sevindim. Burada hələ də düşünürəm ki, ay Allah, görəsən hansını hara qoyaram. Kəsə onu fikirləşirdim. Benim də birazdan Nuraydan danışırdıq. Burada 5 rəqəmi gördüm. Hər nəysə. Deməli uşaqlar, taslaq belə oldu, indi düzəldəcəm. Nuray 2, Nuray 3 hazırlayıb gəlmək şəkildə. Nuray kutularımız. Yetişemiyorum. Deməli Nuray, bunu yap.
Mən 2029'a gireceğim, sizi bilmirəm. İzi Ay, ver. kim getdi? İzi ver, izi ver. Ay, ödən 2 tapamıram. Buradaymış. Bugün seninle bazı sorular soruşacağıq. Dinliyorum. Kötüye mezgul ettirmədim. İzi ver, bu kanalı açmaqda məqsədə nə idi? Sən nə təşvik elədi bu kanalı açmağı? Deməli uşaqlar, mən qəşəng videolarımız falan olurdu və də evdeki dedim ki, ayda keş adam vlog kanalı olsaydı bunları şeylərdi, atardı o kanala, itməzdi bu videolar galeride. Sonra nə bileyim, bir iki gəzəkdə dönüb bir baxacağım anlarımın olduğu birikdiyi bir səhifə kimi niyyəti ilə açdım. Bəli. Belə oldu. Gələcəkdə bu kanalın nə kimi istifadə etmək düşünürsün? Kötü işlerimi alet edeceğim. Gerçekten düşünüyorum. İndi hələ ki hobi niyyətlidir. Çünki mən edit falan qabiliyyətlərim çox da yaxşı deyil hələ. Məncə yaxşıdır. Yəni pek əla deyil də, yəni nisbətən daha yaxşı ola bilər. Və onları irəlilətsəm, niyə də olmasın YouTube kanalı kimi də, yəni vlog kanalı və yaxud da ki, genel olaraq. Sorularım bitmədi. Aha, nə şeydə baxım. İndi eləyək bir buradan screenshot götürün. Yox, Dostlar, sonra indi Etmirsiniz. Özel diye bir şey var. açmamızın göstərəndən sonra özel yadıya düşdü. Biraz sahil oldu. Ama maraqlı şeylerdi uşaqlar. Yəni 2026 sonunda yoxlayaraq görək hansı 25-dəkilər olur. Nə yazsalar? Təhkir. Gülüb keçəydə pas. Kesin ağzımın içine salmırdı kameranı. Kesin. Çok kötü açıdan Çəkmişəm. çəkmişəm Nuray. Buradan deyirəm sizə, prosu kəsib qoymadım. Daha doğrusu kesib məhv eləmədim videonu, amma nəysə. Eləməyin də. Yapmayın. Yaxşı, bir də yazmayacaq. Ağzının içine qədər çəkmədə. Yox, uzaqdan çəkirim bunlara da. Yəni tamam. Başqa demək istədiyin xüsusi bir şey var. Başqa like dostlarınızı tövsiyə edin. Bitirdik. Gedir indi. Resim şeyler almalı. İndi baxıram. Nə deyəcəm? Mama görsən. Kızı papağını takıp Kullanmadan yıkanmamış. aferin mənə. Buraya geldik. Böyle bir şeyler var. Renklenmelik. Sırf falan olursa beklerse. Görsen yol kamyonda. Burada geldik Bursa'ya. Sanki çok böyle şeyler var. Uşaqlar gelin nə tapdım. İlla ki baxam orada. Çok şeker şeyler var. Bunlar da güzel. Bunun ne alalım? Dostlar gidiyoruz. Evin yolunu tapdık. Tay tapdık. Heç kesin istifadə eləmədiyi o kesin. Daha doğrusu metro. Go Kylie. Deməli uşaqlar bu rayın My Little Pony. My Little Pony. Çünkü saçım sarı değil, qaradır. Kaç tane saçımı takardım bugün. O artık sabah. Biz baba mekandayız. Gelmişim yola sağ ol. Sağ ol değil. Sağ ol de, sağ ol de. Deməli biz Nuray'ın avtobusu buradadır 160. Benim avtobusum da oradadır. Ama yoktu da gələcək biraz. Gezirik. Uşaqlar çox soyuqdur. Avtobusda şeylədim. Videonun var olan hissələrini birləşdirdim. Editləmiş oldum. Soyuqdur. Hələ qış gəlməyib, soyuqdur. Eve gidip dərs eləmək lazımdır. Amma eləmək istəmirəm. Uşaqlar samolyot.
Uşaq vaxtı bunları əl eləyir. Evim, güzel evim. Yaxşıyam, sən nə tərsin? Salamatı. Salam ayıcı ver balam. Yaş bəs nə qədər. Sizə bunları göstərdim. Aram. Yemək yiyəcəm sonra. Bunları göstərdikdən sonra gedib patamızı dəyişdik. Deməli, burada 12 dənə pensil var. Mən onu da göstərdim da keçibdə. Səsim niyə belədir desəniz, bir həftə bundan öncə mən yaxşı xəstələnmişdim. Neysə bilməmişdim, neysə. Burada H və HB-lər fərqli olan qələmlər var. Beləsən, bildiyimiz qələmdə sadəcə şeyləri fərqlidir. Və bu yəni ki, bu əsəri tanımayan yoxdur. Nə tərəf çəkmişəm? Asa bilərsiniz bir şey. Demək uşaqlar, bu sketchbookdur. Əvvəl sadə gəlməni çəkmək istəyirəm. Uşaq zaten sketchi çəkə bilirdim rəsim. Sonra başımı bıraxdım. Nə vaxtlar? Abituriyent vaxtları. Keş bıraxmazdım. Neysə. Həyatda heç bir şey kəşlənmək lazımdır. Ancaq bir şey. Bunu göstərirdim. Neyse, danışırdım, unuttum ama. Uşaqlar, bu belə bir şeydir. Sketchbookda, yəni bildiyim sketchbook. Çəkdiysə paylaşarım. Burası da şey var. Bu, belə bir şey. Qoyaq bura. Hələlik. Sonluq çəkməyi unutmuşammış. Belə sağollaşım dedim. Sağ olun. İnşallah ki videomu bəyənmişsiniz.